Salam dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Qarpız mövsümü olan kimi ilk ağlıma gələn və ən ləzzətli yeməklərdən birini sizinlə bölüşürəm. Baxmayaraq ki, bu yeməyin adını tam bilmirəm, amma ən sevdiyim ləzzətlərdən biridir. Əgər siz yeməyin adını bilirsinizsə, şərh bölümündə bizimlə bölüşsəniz şad olarıq. İstifadə edəcəyimiz ərzaqlar hissə verilmiş duzlu balıq, pomidor, soğan və bitki yağı. Balığı hissələrə ayırdım, pomidor və soğanın qabığını təmizlədikdən sonra xırda-xırda doğradıq. Tavaya bitki yağı əlavə edirəm, yağda soğanı bir qədər qovururam. Mən bugün 2 nəfərlik hazırlayıram, sizlər ərzaqların miqdarını artıraraq bol miqdarda yeməkdən hazırlaya bilərsiniz. Soğan bir qədər qovrulduqdan sonra üzərindən balıq əlavə edirik. Ardınca isə pomidor da əlavə edib, qısıq odda tavanın qapağını bağlayaraq yeməyin bişib hazır olmasını gözləyirik. Bu yemək pomidor şirəsində vam odda bişməlidir. Təxminən 15-20 dəqiqəyə yeməyimiz hazır olacaq. Dəyərli izləyicilərim, əgər videonu bura qədər izlədinizsə, kanala hələ də abunə deyilsinizsə, bizə dəstək üçün kanala abunə olub videonu bəyənməyinizi sizdən xahiş edirəm. Həm sizlərə yararlı olar, həm də bizə böyük dəstək olmuş olarsınız. Budur, artıq yeməyimiz bişdi, hazırdır. Süfrəyə verə bilərik. Çox vaxt sərf etmədən dadlı, ləzzətli, tez zamanda hazırlaya biləcəyimiz yeməyi servis edib süfrəyə verdim. Həqiqətən dadlı, ləzzətli, əsil yay yeməyidir. Bu yeməyin yalnız bir özəlliyi var. Özəlliyi ondadır ki, qarpızla süfrəyə verilir. Əgər evdə qarpız varsa, siz də çəkinmədən rahatlıqla hazırlaya bilərsiniz. Dəyərli izləyicilər, əgər video sizlərə yararlı, faydalı oldusa, kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.